Əgər sən də bilmək istəyirsənsə, bir həftə ərzində hər gün video çəkib, montaj eləyib paylaşsan, nə qədər izləyici toplayacaqsan, nə qədər sən like yığacaqsan və hansı nəticəyə gəlib çatacaqsan, bu videonu axıra qədər izlə, bəyən və paylaş. Mən video blogerlikdə yeni başlayan bir insan olaraq və adi bir sıradan işçi olaraq, gecə smenində işləyən bir insan olaraq qarşıma məqsəd qoydum ki, sıfırdan maliyyə azadlığına doğru irəliləyəcəm və bu yolda challenge və razna eksperimentlər apararaq şəxsi yolumu insanlara göstərəcəm. Hansı işləri eləmək lazımdır, hansı işləri eləmək lazım deyil, hansı səhvlər hansı nəticəyə gəlir çıxardır, hansı səhvləri etmək qətiyyən olmaz. Və demək istəyirəm ki, əgər sən öz işindən narazısansa, mütləq şəkildə işlədiyin işdən uzaqlaşmalısan minimum bir aylıq və oturub fikirləşməlisən, sən həyatında hansı prosesləri və hansı sahəni dəyişmək istəyirsən. Bundan sonra isə qarşına məqsəd qoyursan ki, misal üçün, mən maliyyə savadımı çoxaltmaq istəyirəm və maliyyə azadlığına çatmaq istəyirəm. Yəni ki, pul qarşılığında kiminsə yanında işləmək istəmirəm. Şəxsi biznesmen ola bilərsən və ya hansısa sahə üzrə yeni bir nailiyyətlər əldə edə bilərsən. Qarşına məqsəd qoyandan sonra isə sən özünə sual verməlisən ki, bu sahədə mən nəyi bilirəm və nəyi bilmirəm. Və bilmədiyin mövzular barəsində özünü inkişaf elətdirməlisən. Öz inkişaf yalnız qarşına qoyduğun məqsədin çatılmasında bilmədiyin məlumatları öyrənmək olmalıdır. Əgər hər şeyi sırazı məni kimi eləsən, misal üçün, mən həyatıma təzə başlayanda, yeni inkişafda hər şeyi sırazı başladım öyrənməyə. Podriyad hər şey. Bu isə məni gətirib çıxartdı analitik paraliçə. Bu isə insanın hərəkət eləməyində problem yaradır insana. Sən çox şey bilirsən, amma bildiyini istifadə edə bilmirsən. Bu çox böyük bir problemdir. Bunun ilə üzləşməmək üçün mənim kanalıma abunə ol və mənim elədiyim səhvləri izləyərək sən bu səhvləri eləməməklə bir vaxt qazanacaqsan özünə və bir də nerv sistemin rahat olacaq. Və ikinci demək istəyirəm ki, əgər sən yeni başlayan video bloqçusansa və bilmək istəyirsən ki, əgər mən 7 gün dayanmadan video çəksəm nə olacaq, nə baş verəcək, hansı nəticəyə gəlib çatacam, hər gün məni izləmədə ol və mən 7-ci günün axırında, bu gün 1-ci gün olmaq şərti ilə itoq nə qədər izləyici çoxaldı, nə qədər like yığdım və nə qədər baxış sayı oldu, ətraflı şəkildə məlumat verəcəm.